Təsəvvür edin ki, çox güclü belə, möhtəşəm bir binanın ən üst mərtəbəsindəsiniz. Aşağı baxırsınız və qəflətən kimsə sizə deyir ki, bu binanın nə təməli var, nə də sütunları var. Aha. Hətta bəlkə üstündə dayandığınız o döşəmə belə sadəcə sizin təxəyyülünüzün məhsuludur. Tamamilə düzdür. Hər an aşağı yıxıla bilərsiniz. Yəni, düşünün, görəsən hər şey illüziyadır. İnsan bütün inanclarını, hətta öz hisslərinə və ağlına olan inamını belə itirsə, həqiqəti necə tapa bilər? Çox qorxulu ssenaridir. Amma bu sadəcə maraqlı bir fərziyyə və ya müasir kino ssenarisi deyil əslində. 11-ci əsrdə İslam dünyasının ən böyük mütəfəkkirlərindən biri Əbu Hamid Əl-Qazali məhz bu dəhşətli epistemoloji uçuruma baxmışdı. Bəli, bugün də məhz bu barədə danışacağıq. Biz sizinlə bu dərin təhlilimizdə tarixin ən təsirli mətnlərindən birinə Qəzalinin Tahəffud əl-Fəlasifə, yəni filosofların tutarsızlığı əsərinə baş vuracaq. Və bu araşdırmamız YouTube-da Kitab-ı Əl-Münqiz kanalında yayımlanmış o möhtəşəm təhlilə əsaslanır. Əla başlanğıc nöqtəsidir, çünki biz çox vaxt reallığı bəlli kateqoriyalara bölməyi, hər şeyi belə aydın, qara və ağ görməyi sevirik. Amma idrakın o ən dərin qatlarına endikdə mənzərə tamamilə bulanıqlaşır. Qəzali də eyni ilə bunu etmişdi. Yəni o, öz dövrünün ən qəbul edilmiş elmi və fəlsəfi həqiqətlərini, o cümlədən Sokrat, Platon, Aristotel və İbn Sina kimi nəhənglərin sistemlərini sıfırdan sorğulamağa başlamışdı. Bəli, darmadağın etmişdi demək olar ki. Amma Qəzali sadəcə bir inkarçı değildi. Onun fəlsəfəni yıxmaq üçün etdiyi tənqidlər elə özlüyündə yüksək səviyyəli bir fəlsəfi akt idi. Üzləyin, fəlsəfənin dərinliklərinə getməzdən əvvəl bir şeyi aydınlaşdıraq. Bu qeyd etdiyiniz epistemoloji uçurum və ya böhran deyəndə tam olaraq nəyi nəzərdə tuturuq? Yəni insanın mən ümumiyyətlə hər hansı bir şeyi dəqiq bilə bilərəmmi deyə öz beynini sorğulamasından gedir söhbət. Məhz elədir. Baxın, epistemologiya biliyin nə olduğunu, onu necə əldə etdiyimizi öyrənən sahədir. Qəzali üçün isə bu sadəcə, intellektual bir oyun deyildi. O, 100%lik yəqinlik, zərrə qədər də olsa şübhə yeri qoymayan bir həqiqət axtarışındaydı. Aha, yəni hər hansı bir sistemi tənqid etməzdən əvvəl öz bilik alətlərini yoxlamaq istədi. Mənbəyimizdə göstərilir ki, onun bu məşhur psixoloji böhranı əslində hisslərini yoxlamaqla başlayır. O, əvvəlcə gözünə, qulağına şübhə etdi. Tamamilə təbii bir reaksiyadır, düzdür? Bir şeyi bilmək istəyiriksə, əvvəlcə onu görürük, toxunuruq. Amma Qəzali dərhal hisslərin bizi necə ustalıqla aldatdığını dərk edir. O, kölgə fenomenini misal çəkir. Hə, o kölgə misalı çox maraqlıdır. Gözümüzə elə gəlir ki, kölgə tamamilə hərəkətsizdir, yerində donub. Heç nə hiss etmirik. Lakin bir müddət sonra baxırıq ki, o yerini dəyişib. Yaxud da o məşhur ulduz misalı. Bəli, ulduzlar. Göyə baxanda bir ulduzu kiçik bir dinar sikkəsi böyüklüyündə görürük. Amma riyazi hesablamalar sübut edir ki, onlar bizim yerdən qat-qat böyükdür. Yəni hisslərimiz birbaşa yalan danışır bizə. Və hisslər iflas etdikdə o məntiqli olaraq ağlına, yəni zəkasına müraciət etdi. Lakin ağıl da şübhədən qurtula bilmədi. Baxın, mənim üçün Kitab-ı Əl-Münqiz təhlilindəki ən diqqət çəkən yer buradır. O, yuxu misalını gətirir. O amansız sualı verir elə deyilmi? Elədir. Qəzali soruşur ki, yuxudaykən gördüklərimizin gerçək olduğuna tam əminik. Heç bir şübhəmiz yoxdur. Amma oyananda onların sadəcə xəyal olduğunu bilirik. Bəs indiki oyaq vəziyyətimizin də başqa bir reallığa, məsələn ölümə nisbətdə yuxu olmadığına necə əminik? Çox sarsıdıcı sualdır. Yəni bütün məntiqlə qurduğumuz qanunlar bəlkə də sadəcə bu yuxunun, bu illüziyanın daxili qaydalarıdır. Eynilə. Mənə bu birbaşa Matriça filmini xatırlatdı. Yəni Qəzali əsrlər əvvəl soruşurdu ki, bəlkə biz indi bir simulyasiyanın içindəyik və ağlımızla qurduğumuz hər şey bu simulyasiyanın bir parçasıdır. Elə Matrisanın təməl fəlsəfəsi də budur əslində. Qəzali bu dərin, sofi böhranda, bu skeptik qaranlıqda düz 2 ay qaldı. Artıq nə hisslərinə, nə də məntiqinə tutuna bilirdi. Hər şey mənasını itirmişdi onun üçün.
Amma bir dəqiqə, Nakbördə narahat edən ciddi bir şey var. Mənbədə qeyd olunur ki, o bu böhrandan yalnız Allahın qəlbinə saldığı bir nur ilə çıxdı. İndi gəlin dürüst olaq. Bu qədər dərin, məntiqi bir analizdən sonra qəlbimə nur düşdü demək, fəlsəfi olaraq bir növ qaçış deyilmi? Niyə biz buna ciddi yanaşmalıyıq? Çox yerində və haqlı bir tənqiddir bu. Zahirən elə görünür ki, bu fəlsəfədən kənar bir qaçışdır. Lakin fəlsəfə tarixində bu nur anlayışı çox vacib bir mexanizmdir əslində. Məsələ buradadır ki, hər hansı bir məntiqi sistem qurmaq üçün əvvəlcə sübuta ehtiyacı olmayan bəzi ilkin, fundamental aksiyomlar lazımdır sizə. Aha, yəni start vermək üçün nəsə bir mütləq doğru olmalıdır. Düzdür. Qəzalinin o nur adlandırdığı şey məhz bu təməl aksiyomların insan zəkasına intuitiv olaraq aydın olmasıdır. İnsan bəzi həqiqətləri uzun məntiqi proseslərlə yox, ani bir aydınlanma ilə qavrayır. Əsrlər sonra René Descartes da eyni yolu keçəcəkdi. Vay, doğrudan. Descartes da bu şübhə yolunu getmişdi. Bəli, Descartes hər şeyə şübhə etdi, hətta onu aldadan bir pis ruhun olduğuna inandı. Və o da bu bataqlıqdan məntiqi düsturla yox, o məşhur düşünürəmsə deməli varam intuisiyası ilə çıxdı. Yəni idrakin başlaması üçün o qığılcım gəlməlidir. Bu artıq mənzərəni dəyişir mənim üçün. Belə bir cəhənnəmdən çıxan düşüncənin fəlsəfiyə qayıtması çox möhtəşəmdir. Bəs yaxşı. Dünyanın reallığını belə şübhə altına alan adam başqalarının argumentlərini dəyərləndirərkən nə qədər ədalətli oluydu. Çünki mənbədə Süleyman Dünyanın xatirəsi ilə bağlı bir hekayə var, hansı ki detektiv filmlərini xatırladır mənə. Hə, o hekayə Tahafütəl Falasifənin ətrafındakı ən maraqlı anlardan biridir. Tədqiqatçı Süleyman Dünya özü də uzun müddət eyni şübhədən əziyyət çəkib. O düşünürdü ki, bəlkə Qazali, İbn Sina və Fərabini fikirlərini məqsədli şəkildə zəif göstərib. Bəli, müasir dildə desək, bəlkə qorxuluq, yəni Stroman arqumenti yaradırdı. Asan hədəf yaradıb, sonra onu tənqid edirdi. Eynilə. Süleyman Dünya xatırlayırdı ki, İbn Sina Ən-Nəcat və Əş-Şifa dünü məşhur əsərlərində cismani dirilmənin tərəfdarı kimi görünürdü. Yəni, o biri dünyada ruhla yanaşı bədənin də dirilməsini qəbul edirdi sanki. Amma Qəzali onu bunu inkar etməkdə günahlandırırdı. Zahirən elə görünür ki, Qəzali İbn Sinaya böhtan atır. Bəs sonradan nə baş verir? Sonradan Misir kitabxanasının qaranlıq bir küncündə İbn Sinanın Risalət əl-Ədhəviyyə adlı çox az adamın bildiyi kiçik bir əl yazması tapılır. Və orada İbn Sina açıq-aşkar cismani dirilməni rədd edir. Ola bilməz. Yəni Qəzali haqlıymış. Həm də necə haqlı. Ən heyrətləndirici tərəfi odur ki, Qəzalinin illər əvvəl İbn Sinanı əleyhinə gətirdiyi argumentlər məhz bu tapılan əlyazmadakı argumentlərlə hərfi-hərfinə eyni idi. Yəni Qəzali kimisə tənqid etməzdən əvvəl onun fəlsəfəsini müəllifin özündən belə daha şəffaf və güclü şəkildə anladırdı. Məncə, bu müasir sosial mediadakı debat mədəniyyətində tamamilə itirdiyimiz bir şeydir. Rəqibinin fikrini təhrif etmədən ən güclü versiyasıyla üzləşmək cəsarəti hər kəsdə yoxdur bugün. Çox haqlısınız. Bu fakt Qəzalinin elmi əxlaqını və dürüstlüyünü sübut edir. Və bu dürüstlüyü anladıktan sonra onun filosoflarla ən böyük toqquşmasına, o məşhur dünyanın əzəliliyi probleminə keçə bilərik. Aha, gəlin bunu açaq. Dünyanın əzəliliyi, yəni qədimliyi problemi. Fəlsəfəçilər deyirdilər ki, əgər Tanrı sonsuzdan bəri varsa, mükəmməl səbəbdirsə, onun yaratdığı dünya da daim mövcud olmalıdır. Çünki əgər Tanrı dünyanı sonradan yaratsaydı, bu Tanrının özündə nəyinsə dəyişməsi demək olardı, düzdür? Bəli. Bu da mütləq varlıq üçün mümkünsüz hesab olunurdu, lakin Qazali bu nəhəng fikri çox sadə iki nümunə ilə darmadağın edir. Birincisi, planetlərin dövrəsi. Aha, zəhmət olması bunu biraz detallı izah edin. Baxın, əgər kainat keçmişə doğru sonsuzdursa, deməli planetlərin dövrələri də sonsuzdur. Lakin biz bilirik ki, Zühəl, yəni Saturn planeti tam bir dövrəni 30 ilə vurur. Günəş isə 1 ilə. Bu o deməkdir ki, Günəşin dövrələri Saturnun dövrələrindən 30 dəfə çoxdur. Bir dəqiqə, yəni bir sonsuzluq digər sonsuzluqdan necə 30 dəfə çox ola bilər? Bu tam bir riyazi absurd deyilmi?
əla tutdunuz nöqtəsini. Bəli, riyazi absurddur. Hətta elə planetlər var ki, dövrəsi 36 min il çəkir. Üstəlik Qazali onlara ikinci sarsıdıcı sualı verir. Sizin bu sonsuz keçmiş dövrələrinizin sayı cütdür, yoxsa tək? Hə, bu da çox dərin bir tələdir. Əgər sonsuzdursa, ona bir rəqəm, yəni yeni bir dövrə əlavə etsək, tək cütə, yoxsa cüttəkə çevriləcək. Sonsuzluqda tək və ya cüt anlayışı işləmir axı. Düzdür. Fəlsəfəçilər buna cavab verə bilmirlər. Və bu riyazi çıxmazlıqdan sonra Qəzali seçən iradə məsələsini ortaya atır. Filosoflar deyirdilər ki, bütün zaman anları eynidir, ona görə də Tanrı xüsusi bir anı seçə bilməzdi. Gözləyin, məncə bunu bizim dinləyicilərimiz üçün çox sadə bir şəkildə izah edə bilərik. Mənbədəki o məşhur 2 xurma və ya mənim xoşladığım 2 stəkan su analogiyası ilə. Təsəvvür edin ki, çox susamısınız və qarşınızda tamamilə eyni, heç nə ilə fərqlənməyən 2 stəkan su var. Aha, tamamilə bərabər şərtlər altında. Bəli. İndi şuursuz yalnız quru məntiqlə işləyən bir maşın olsaydınız, qərar verə bilməz və susuzluqdan ölərsiniz. Çünki məntiqi bir fərq yoxdur hansını seçmək üçün. Ancaq bir insan olaraq iradəniz işə düşür və sadəcə birini uzanıb götürürsünüz. Niyə biz ilahiyyədə belə bir xüsusi seçən iradə aid etməyək? Çox gözəl nümunədir. Bəli. Qəzali də məhz bunu deyir. İradənin xüsusiyyəti elə məhz eyni olan 2 şey arasından birini seçməkdir. Bu, bizi filosofların iradəni rədd etməsi nəticəsində ortaya çıxan başqa bir kritik problemi aparır. Məcazi yaradıcı probleminə. Hə, o məşhur emanasiya, yəni daşma məsələsi. Mənbəyə görə fəlsəfəçilər Tanrı dünyanı yaradıb deyəndə bizim anladığımız kimi şuurlu, qərarlı bir şeyi nəzərdə tutmurdular, elə deyilmi? Bəli, qətiyyən elə deyildi. Onlara görə dünya Tanrıdan bir zərurət olaraq daşır. Necə ki, günəşdən işıq şüaları yayılır. Günəş işıq saçmağı seçmir ki, bu onun təbiətidir sadəcə. Belə çıxır ki, fəlsəfəçilərin təsvir etdiyi o Tanrı düşünən, plan quran bir usta aşpaz deyil, sadəcə otaqda işləyən isti bir radiator kimidir. Yəni, otağı isidir çünki başqa cür ola bilməz. Bu, onun fiziki təbiətidir. Lakin Qəzali deyir ki, əgər belədirsə, bu, Tanrını azad seçim edən sadə bir insandan belə aşağı səviyyəyə endirməkdir. Tamamilə haqlısınız. Tamamilə haqlısınız. Qəzali vurğuluyur ki, kimsə qəsdən başqasını oda atırsa, biz cinayətkar olaraq odu yox, iradəsi ilə hərəkət edən insanı günahlandırırıq. Çünki odun iradəsi yoxdur, təbiətinə görə yandırır. Təbiət tərəfindən məcbur qalan bir varlığa yaradıcı və ya fəaliyyətdə olan demək,
yalnız söz oyunu etməkdir Qəzaliyə görə. Bəs filosoflar bu sistemi qorumaq üçün niyə o qədər qəribə iyerarxiyalar qurmuşdular? Bir dənədən ancaq bir dənə çıxar qaydası, 10 ağıl, 9 göy sferası filan, bu nə mürəkkəblikdir belə? Baxın, bu sistemlər sadəcə onların o ilk zəif fərziyyələrini xilas etmək üçün uydurduqları nəzəriyyalar idi. Tanrının mütləq birliyini qorumaq üçün güya o yalnız birinci ağlı yaratdı, o da ikinci ağlı emanasiyası etdi və s. Lakin Qəzali bütün bu mürəkkəb boşluqları sanki bir mühəndis kimi söküb dağıdır. Göstərir ki, onlar əslində Tanrının mütləq azadlığından məhrum ediblər. Möhtəşəmdir həqiqətən. Amma gəlin dinləyicilərimizə qaydaq. Bütün bu əsrlər əvvəlki fəlsəfi mübahisələr bu gün sizə niyə maraqlı olmalıdır? Düzdür. Səbəb sadədir. Biz bu gün də tez-tez mürəkkəb terminlərə, böyük isimlərə, elm və ya texnologiya adı altında bizə təqdim olunan qapalı sistemlərə kor-köranə inanırıq. Bəli, bu çox təhlükəli bir meyldir cəmiyyətimizdə. Qəzali bizə öyrədir ki, nə qədər daşlaşmış doğrular olsa da, onların təməlində sübut olunmamış, ziddiyyətli fərziyyələr dayana bilər. Sual verməkdən, şübhə etməkdən qorxmamaq tənqidi düşüncənin ən birinci addımıdır. Mənbədə Qəzali duyğularımızın və məntiqimizin bizi aldada biləcəyini, reallıq hesab etdiyimiz şeyin sadəcə bir yuxu ola biləcəyini vurğuluyurdu axı. Və mən bunu bugünə, yəni 20-ci əsrə gətirmək istəyirəm. Bugün bizim o inandığımız alqoritmlər, məlumat bolluğu və süni zəkanın bizi obyektiv reallıq təqdim etdiyinə dair böyük bir inam var cəmiyyətdə. Aha, çox vacib bir paralelliyə gəlirik. Bəs əgər inandığımız bu rəqəmsal mütləqlik sadəcə olaraq bizim zamanəmizin, o fəlsəfəçilərinin, yəni texnoloji şirkətlərin yaratdığı yeni bir kölgə, yeni bir yuxudursa, əgər biz ekran qarşısında məlumat yağışı altında boğularkən həqiqi azad iradəmizi və seçim qabiliyyətimizi elə bu rəqəmsal radiatorlara təslim ediriksə, necə? Bu həqiqətən də qorxunc, lakin bir o qədər də real bir ehtimaldır. Biz bəlkə də fərqində olmadan o azad iradəmizi, bizi insan edən o qərar vermə qabiliyyətini, alqoritmlərin o soyuq emanasiyasına, daşmasına qurban veririk. Tamamilə elədir. Bəlkə də həqiqi biliş, məlumatı sadəcə kənardan qəbul etməkdə yox, Qəzalinin etdiyi kimi, həmin məlumatın sərhədlərini, sistemin bizə verdiyi o reallığı şuurlu şəkildə aşmaqdadır. Bax, bunun üzərində mütləq düşünün. Mənbələrinizin dərinliklərində növbəti araşdırmamızda görüşənədək.